ət-təşri', yəni qanun qoymaq səlahiyyəti var. Peyğəmbər Allahın elçisidir. Peyğəmbər əleyhissalam ondan soruşulan suala və yaxud da hər hansı bir məsələyə müdaxiləsi ixtiyarı var. Baxın, ayə nə buyurur? Aranızda olan ixtilafları Allah və onun rəsuluna tapşırın. Deməli, arada olan ixtilafların çözülməsində Peyğəmbər söz sahibidir. Peyğəmbər hansı qanunu qoysa, o qanuna tabi olmaq ümmətin borcudur. Deməli, Peyğəmbərin qanun qoymaq səlahiyyəti var. Və yaxud da biz bir çox vacib olan ayinlərimiz var. Həcc ziyarəti olsun, namaz olsun, oruc olsun və s. Bu ayinlərin içərisində biz elə hökmləri görürük ki, Quranda o hökmlər yoxdur. Halbuki insanlar o hökmü pozsa, onların əməlləri batil olur. Məsələn, konkret həcc ziyarətinə aid nə çox hədislər var. O əməlləri insanlar necə gəldi eləyə bilməzlər ki. O əməllər gərək Quranda və yaxud Quranda yoxdursa, sünnədə, yəni Peyğəmbərin hədislərində hansı formada öz əksini tapıbsa, insan da gərək o formada onun icrasına diqqət yetirsin.